Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki bütün rusların və Rusiya vətəndaşlarının telefonlarının dinlənilməsi barədə göstəriş verib. Misias xəbər verir ki, bu barədə Rusiyalı jurnalist Aram Gabrielyanov özünün Facebook sosial media hesabında məlumat yayıb. Beləliklə rusların bəzi danışıqları saxtalaşdırılacaq. Sanki onlar dövlət çevrilişi planlaşdırırlarmış kimi. Bu məqsədlə Rusiyaya qarşı sanksiyalar tətbiq olunacaq. Daha sonra onlar Rusiya hərbi bazasının çıxarılmasını tələb etməyə başlayacaqlar. Ermənistanda dəhşətli iqtisadi böhran başlayacaq. Rusların ovu başlayacaq. Paşinyan xalqa qışqıracaq ki, səbirli olun. Çünki biz Rusiyadan müstəqillik qazanırıq deyə jurnalist vurğulayıb. Onun sözlərinə görə bu hadisələrin ardınca isə Ermənistan iqtisadiyyatı Türkiyə və Azərbaycan təsirindən asılı hala gələcək. Paşinyanın kəşfiyyat xidmətləri xalqa qarşı müharibə başladacaq. Çoxlu qan töküləcək. Daşqın Həsənov, İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.